Uzun bir aradan sonra yeni bir vlogla qarşınızdayım. Demək olar ki, bu vlogların hər birini çəkmişdim, ancaq editləməyə həm zamanım olmurdu, həm də əhvalım olmurdu. Bunun da əsas səbəbi çox sevdiyim iki insanı ard-arda itirməyim oldu. Düşünün, videoları çəkirsən, ancaq üzərindən neçə ay keçib, nə editləyib, nə də səsləndirə bilirsən. Bu həqiqətən mənim üçün də çətin idi. Ancaq qeyd etdiyim kimi əhvalım olmadığı üçün istəmirdim bunu da sizə yansıdım. Və nəhayət uzun bir aradan sonra sabah Bakı reysi üçün yola çıxmaq planlayırıq. Ona görə də bu dəfə kababımızı erkəndən çəkməli oldu. Bunu izləyən hər kəsdən göz haqqını halal etməsini xahiş edirəm. Bu arada biz buna qara qırmızı kababı deyirik. Bu qədər soğan olmağına baxmayın, hələ yeyən zaman da üzərinə nə qədər soğan əlavə etdim. Sonra düşündüm ki, kabab yeməyən oğlum üçün biraz kartoşka qızardım. Və yaşıl çay dəmlədim özümə, ancaq hava isti olduğu üçün tez əlavə edəcəm. Yaşıl çayımı içər-içməz istədim sizinlə bir life hack bölüşüm. Deməli, mən düm ağ geyimləri, yəni düm ağ deyəndə üzərində heç bir şəkli, etiketi və yaxud heç bir detalı olmayan geyimləri nəzərdə tuturam. Hər zaman əgər nə qədər yuyucu vasitə töksəm də, istər sıvı formasında, istər quru, yenə də əgər məni qayna etmirsə nəticə və istədiyim kimi ağarmırsa, bu üsulu yoxlayıram həmişə. İstifadə etdiyimiz bir qaba biraz domestos və su əlavə edirəm. Sonra həmin geyimi bir neçə saat burada isladıram, amma çalışın çox islatmayın, çünki geyimdə çürümə verə bilər. Bu şəkildə isladıram və geyimlər artıq dümağ olur. Kabab hazır olana yaxın yadıma düşdü ki, mən bazlama bişirəcəkdim və tez işə qoyuldum. Əgər heç zaman yeməmişsə, heç olmasa bir dəfə bişirib dadmağınızı tövsiyə edirəm mütləq şəkildə. Düşünün, lavaşın daha topuş və daha yumuşaq versiyasıdır. Artıq 2-ci dəfədir ki, bunu bişirirəm. Və inanın, çox kilo alarıq deyə daha da etmirəm. Ancaq siz mütləq bir dəfə də olsun sınayın. Bu arada mənim əlimdən yaxşı çıxmadığı üçün mən necə gəldi forma verdim. Ancaq siz yumru forma versəz daha yaxşı olar. Nəhayət ki, Bakıya çatdıq və çatar-çatmaz qalma müddətimiz az olduğu üçün istədim evimizin yanında yerləşən Casio mağazasına da baş çəkim və buradakı saatlarda sizə ətraflı göstərmək istədim. Həm kişi, həm qadın üçün olan saat çeşidləri hədsiz dərəcə çox idi. Qeyd edim ki, saatların hər biri orijinaldır və içərisində pasport falan hər bir şeyini verirlər. Qiymətlər də yaxşı idi, mən çox bəyəndim. Bu arada bir kartla da almaq mümkündür, aylara böldürmək. Alanlar isə indidən sağlıqla istifadə etsinlər. Bugün iki sevinci bir arada yaşayıram və 28-ə yaxınlaşdıq, çünki telefon almağı da planlayırdım. Bu işi də bugün həll etmək istədik. Mənim hər zaman seçimim 28 mayda yerləşən telefon mağazaları olur. Çünki burada hər zaman yoxlayıb sonra telefonu alıram. Nədənsə mənə sifarişlə gələn telefonlar daha qorxulu gəlir, nəinki göz qabağında açılan telefonlar. Bu arada telefonumu unboxing etmədim, çünki artıq telefonumu mağazada açmışdıq və çəkməyi unutmuşdum. Bu arada mən orijinal adapter aldım. Yəni mənə orijinal dedilər. Qiyməti 60 manat idi, ancaq telefon aldığım üçün endirimlə 40 manat aldım. İstədim hər bir şeyi sizinlə də çəkib bölüşüm, ancaq mən çölə çıxan zaman, əgər həqiqətən də əylənirəmsə, telefonu almaq belə yadıma düşmür və bir kənara atıram. Ona görə də sizinlə çox şey bölüşə bilmədim və nəhayət artıq evimizə yollanırıq. Bakıya gəlməyimiz
ayından alındığı üçün pedikürə yazıla bilməmişdim. Ona görə də gələr-gəlməz növbəti gün pedikür üçün yazıldım. Bu arada mən heç zaman salonda oturmaq sevməmişəm. Fərqi yoxdur, hansı prosedur olursa olsun. Ona görə də əlimə və ayağıma ayrı-ayrı günlərdə yazılmaq seçdim. Yakışık geldi mi yoksa hamımız gel proje edelim. Ama inanmıyorum. Mən növbəti gün artıq əlim üçün yazılmışdım. Mənim bu salonda ən üstünlük verdiyim gigiyenidir. Bilin, mən usta və müştəri münasibətinə çox üstünlük verirəm. Əslində üstünlük deyəndə nəzərdə tutduğum qarşılıqlı hörmətdir. Əgər mənim ustam növbə mənim olurlar, digər müştərisini araya salırsa, əlbəttə ki, bu mənə biraz xoş gəlmir və bu zaman mütləq şəkildə nə olursa olsun ustamı dəyişirəm. Artıq bilmirəm bu neçənci ustadır. Bir də önəm verdiyim digər nüans manikürün daha yaxşı edilməsidir. Əslində çox kaprizli bir deyiləm, ancaq belə şeylərə üstünlük verirəm. Bu arada evə gələr-gəlməz oğlum üçün meyvə tabağı da hazırladım. Əlbəttə ki, videoda göstərdiyim meyvələrin hər birini yemədi və gələn dəfədən çalışdım ki, israfçılıq olmasın deyə hardasa 1/4 qismini edim meyvələrin. Sizi bilmirəm, ancaq mən avokadonu bananla əzib yeməyi daha çox sevirəm. Çünki digər heç bir hallarda bunu dadmağı qətiyyən sevmirəm. Mən hər zaman yetişməmiş avokado alsam belə, hətta soyuducuda saxlasam belə artıq 2-3 günə tam olaraq yetişir. Yəni heç vaxt bu meyvəni seçərkən bir problem yaşamamışam. Çox zaman eşidirəm ki, deyirlər yetişməyib, daş kimidir, hətta bir neçə gündə saxlamışıq, yenə də yetişməyib. Ancaq mən heç zaman bu halla qarşılaşmamışam. Bayaq da qeyd etdiyim kimi hazırladığım meyvələrin əlbəttə ki, hamısını yemədi. Çalışıram ki, belə olan anlarda meyvəni saxlayım ağzı bağlı bir qabda və bir neçə saat sonra təkrar yedirməyə çalışım. Bu arada yay boyunca ən çox yediyim meyvələrdən biri əri idi ki, bunda faydasını çox gördük. Və nəhayət bacımın oğlunun ad günü üçün hazırlaşıb. Bu dəfə ona pul vermək yox, belə bir hədiyyə paketi düzəldib hədiyyə etməyi düşündüm. Hər bir şeyi demək olar ki, Temudan sifariş etmişdim. Digər paketləri isə burada hədiyyə mağazasından aldım. Əslində onlardan istədim ki, bu aldıqlarımı özləri paketləsin, ancaq heç biri öz üzərinə götürmədi. Ona görə də iş mənə düşdü. Aldıqlarımın hər birini sizə göstərirəm. Mən keyfiyyətlərini çox bəyəndim. İstər ayaqqabı, istər köynək. Artıq köynəyi bu videonun sizinlə paylaşana qədər neçəncidir ki, geyinir və yuyulur. İnanın, orijinal parçalardan qətiyyən seçilmir, o qədər keyfiyyətlidir ki, istər kəmər olsun, istər də eynək. Mən yaxşı pis bu formada paketlədim hər birini. Köynəyi isə Temudan almağımın ən başlıca səbəbi istədiyim razmeri burada tapa bilməməyimdir. Biraz boylu buxunlu uşaq olduğu üçün razmer tapmaqda çətinlik çəkirdim. Ancaq inanın mənə köynəyi mükəmməl çıxmışdı. İstəsəniz linki sizin üçün də bölüşərəm. Bu arada köynəyin bir çox rəngi vardı, ancaq mən mavi olanını seçdim. Hər şey sizinlə detallı paylaşmışkən bunu da qeyd edeyim ki, ona görə mənim verdiyim linkdən alın deyirəm ki, mən bu köynəyin 100% pambıq olduğundan artıq əminəm və bu köynək adı altında satılan pambıq olmayan koftalar çoxdur. Əgər almağı düşünsəniz, keçid edib mənim verdiyim linkdən almağı unutmayın. Sözün düzü, baxdığım vloqlarda və özümdə də link paylaşmağın sevdiyim yanı budur ki, bunu səndən öncə kimsə alır və sən artıq onun keyfiyyətinə, necə gələcəyinə, necə paketlənəcəyinə artıq əmin olursan və demək olar ki, yanılma payının %1-2% olduğunu hesablasaq, digər hallarda hər bir şey mükəmməl şəkildə gəlir. Artıq paketləyib bitirdik və hazırlaşırıq
ad günü. Yayda keçirilən doğum günlərinin ən sevdiyim yanlarından biri də istənilən açıq havada, istənilən məkanda ad gününü qeyd etməkdir. Oğlum qış aylarında doğulduğu üçün təəssüflər olsun ki, bu cür doğum günü keçirə bilmirəm. Bu arada getdiyimiz məkan su səsi idi. İlk dəfə idi gedirdik və ilk dəfə üçün çox bəyəndik. Düzdür, yeməklər biraz gecikmişdi, ancaq dadları o qədər mükəmməldir ki, biz bunu problem etmədik. 7 il aradan sonra mən dodaq dolgusu üçün yazılmışdım. Artıq mən bu videonu editləyib paylaşana qədər 3-4 ay keçibdi və inanın mənim dodağımdakı olan dolgudan zərrə belə əsər əlamət yoxdur. Sanki heç nə etdirməmişəm və verdiyim pulun hamısı hədər getdi. Bilmirəm bu hal sizdə də baş verib yoxsa yox. Düşünün, korreksiyasına belə gedə bilmədim. Dodaqlarım o qədər şişmişdi və ağrı verirdi ki, hətta ilk dəfə idi ki, belə bir hal yaşayırdım. Ağrısı çənəmə qədər vururdu. Ağrıdansa az qalsın ağlayacaq bir hala gəlib çıxmışdım. Aylar keçib və mən hələ də anlaya bilmirəm, bu dodaq dolgusuna vurulan dolgudanmı yoxsa texnikadanmı asılı idi. Yəni dodaqlarım sizin belə təsvir eləyə bilməyəcəyiniz bir şişlikdə idi. Buralara bir yerə bacıma çəkib atdığım videonu da bölüşəcəm. Ürəyimə yatan bir kosmetoloq tapsam növbəti dodaq dolgumu Bakıda etdirməyi düşünürəm. Sizinlə isə növbəti vloqlarda görüşənə qədər hələlik.